bu gece tövsiye olunur 2 rakat namaz kılasınız. İlk önce gusül alasınız. Gusül günahlarımızın kəffarəsi, günahlarımızın bağışlanmasına getirip çıkaracak. Gusülü alan kimi Allah Tebarek ve Teala bizim bedenimizin paçılığı ve günahlarımızın temizlenmesine getirip çıkaracak. 2 rakat namazdır. As-salah, as-salah, as-salah. Allahu Ekber. Allahu Ekber'den qabaq niyet edirik. Deyirik ki 2 rakat Qədir gecəsinin namazını kılıram. Qürbətən ilallah. Allahu Ekber. Bu ondan sonra Elhamdü okuyuruq. 7 Kul Huvallah okuyuruq. 7 Kul Huvallah'tan sonra rükû, secdeler. Eyni zamanda kalkırıq 2. rakatda Həmdə okuyuruq. Həmdən sonra yani Elhamdü suresini okuyuruq. Yeniden 7 Kul Huvallah suresini okuyandan sonra müstəhəbdir ki bir qunut tutaq. Ondan sonra rükû, secdeleri yerine getiririk ve salam, təşəhhüd, namaz bitti. Namaz biten kimi Allah bize ne bəxş eləyir. Və namazı qutaran kimi 70 dəfə Estağfirullah ve etubu ileyh demək lazımdır. Allah bize ne kazandıracak? Peygamber buyurur. Herkes bu gece 2 rakat Qədir gecesi namazını kılsa, bu namaz biten kimi hemen şəxs özü ve ata-anası günahlardan başlanacak. Allah mələkləri göndərər hemen şəxsə. Mələklər bu Qədir gecəsində hemen şəxs barəsində gecə sübh əzanına qədər ona savablar yazar. Və eyni zamanda sonra mələklər göndərər cənnətə. Hemen şəxsə göndərdi və sonradan o namaz qılan şəxs haqqında mələkləri göndərər cənnətə. Cənnətdə onun haqqında ağaclar inşa edərlər. Ağaclar əkəcəklər o şəxs üçün. Sonra hemen şəxs üçün bundan bitmir. O namaz kılan şəxsin əcri, mükafatı olacaq. Cənnətdə qəsrlər, binalar tikəcəklər, gözəl binalar. Hemen binaların qabağında mükafat olarak arxlar, çaylar axacaq. Hemen şəxs bu namazı bitirəndən sonra ne kadar ömrü varsa, ölen gününe kadar Allah Tebarek ve Teala bu namazı kılan insan ona öz məqamını, cənnətdəki məqamını bu dünyada elə ölməmiş ona göstərəcəkdir Allah. Bizlərə də bu gözəlləri nəsib elə inşallah.